intervyu eləyirsən məsələn, tutaq ki, o nəyisə səhv dedi. Və yaxud da hətta ola bilər ki, sən nəyisə səhv deyəsən. Bir diskussiya yarandı. İndi müəyyənləşdirməliyik ki, nə səhvdir, nə düzdür. Bu mühitdə o behavior deyirlər, behavioral questions. Mənim üçün o davranış suallarının cavablarını orada tapıram. Yəni sabah bu adamla mən bir komandada işləyəndə bir nəsə bir problem çıxanda, demək ki, bu adam mənim təpəmə çıxacaq. Bəli. Həqiqətən yəni elədir, bu hələ intervyudadır. Bu hələ məni tanımır. Mən də bunu hələ biz tanış deyilik. Sabah tanış olsaq görəsən bu nə edəcək? Hətta düzdür. O mərhələdə yəni insanın bir fiziki asılılığı var ki, sənin cavabından asılı olaraq bu insanın işə götürülüb götürülməyəcəyi məsələsi var ki, hansı ki asıllıq var. Təsəvvür o insan işə giribsə sənin asılılığı yox. Sənin heç bir asılılığı yoxdur. Yəni sənin asılılıq deyəndə nədir? Əslində obyektiv olan insan üçün intervyuda suallara düzgün cavab. Məndə məsələn olub. İntervyuya çox qəşəng suallara cavab verib, amma personal şəxsi olaraq enerjisini, o davranışını sevməmişəm və feedbackimi də bu cür vermişəm. Həmin adamı da işə götürüblər. Və heç bir narazılığım yoxdur. Olmayıb. Sonradan o adam demişəm ki, çox qəşəng cavab verir. Amma şəxsi bir cür elə bir nəsə bir problemi var. Amma işə götürüblər, sonra görünüb ki, heç də göründüyü kimi deyilmiş də. Yəni ola bilər məsələn aurası və s. xoşuma gəlməsə, ona belə əhəmiyyət vermirəm. Bir də var ki, məndə olub məsələn müzakirə aparırsan, adama deyirsən ki, sən səhv bilirsən. Görürsən ki, özündən çıxdı. Özündən çıxdı. Sonra da məlum olur ki, adam deyir ki, mən xoşum gəlmir kimsə mənə səhvmi deyəndə. Belə onda sən bu texniki sahəndə məşğul olmalı deyilsən.